Ramazanın daxilində olan əməlləri bildik. Oruç tutmaqdır, sonra təravih namazlarıdır, axır 10 gündə Qədir gecəsini axtarmaqdır və s. Düzdür. Amma indi artıq biz Ramazanın son günündəyik. Bax, bu məğrib çatdı, Ramazan bitdi. Amma ibadətlər bitmədi ki. Düzdür. İbadətlər bitmədi. Qulun ibadətləri üçün zaman ayrımı yoxdur. Ki, sən məsələn, ibadətləri ancaq Ramazanda eləməlisən. Namazı ancaq Ramazanda qılmalısan, orucu ancaq Ramazanda tutmalısan. Belə bir şey yoxdur ki. Qulun ibadətlərinin zamanı Aleykümselam. Nə zaman bitir? Ölüm gələndə. Ölənə kimi. Ölənə kimi bu qapı açıqdır. Amma Ramazan xüsusi bir mövsümdür. Necə ki, tacirlər üçün, dünya malı qazananlar üçün xeyir mövsümləri var. Elə də ibadət əhli üçün, möminlər üçün də Allah Azze və Cəllə xeyir mövsümləri qoyub. Bax, bu Ramazan onlardan biridir. Amma dedik ki, Ramazan bitməsi ilə ibadətlər bitmir. Bax, Ramazan bitəndən sonra da Allah Azze və Cəllə bəzi ibadətlər qoyub bizlərə. Bax, onlardan biri Əbu Eyyub radiyallahu anhu deyir ki, Ənə Rasulullah sallallahu aleyhi ve sellem qal, Allah Rasulü sallallahu aleyhi ve sellem dedi ki, Mən samə Ramazana thumma etba'hu sittə min şəvval, kim deyir Ramazanı oruç tutar, sonra ondan sonra Şəvval, Ramazandan sonra Şəvval ayı gəlir də. Həmən Şəvval ayından da 6 gün oruç tutarsa, kənə kəsiyəmi dəhr. Bu deyir onun üçün bütün ili oruç tutmuş kimi olar. Bir ilin orucu kimi olar. Ravahu Muslim. İmam Muslim rivayət edib. Və həmçinin İmam Əhməd və Nəsai rivayət edib Səvban radiyallahu anhudan deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Siyamu şəhr Ramazan bi əşrəti əşhurin. Ramazan orucunu 10 ayın orucu dəyərindədir. Bir aydır da. Ramazan orucu 10 ayın orucu dəyərindədir. Və siyamu sittəti əyyəmi min şəvval bi şəhrəyni fədəlikə siyamus sənə. Və Şəvvaldan tutulan 6 gün oruç da 60 günə bərabərdir. 60 gün orucuna bərabərdir. Və bu da deyir, bütün ilə, ikisi toplayanda 10 ay bu, 2 ayda bu eləyir. Bütün ili oruç tutmuş kimi olur insan. Bax, digər hədis Əbu Hüreyra radiyallahu anhu deyir ki, Mən samə Ramadana və ətbə'hu bi sittin min şəvval fəkəənnəmə saməd dəhr. Kim Ramazan orucunu tutar, sonra buna 6 gün oruç Şəvvaldan əlavə eləyərsə, sanki bütün ili oruç tutmuşdur. Və digər bir hədis İbn Ömərdən gəlir bu da. Ömər ibn Xattabın oğlu İbn Ömər radiyallahu anhumadan. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Mən samə Ramadana və atba'hu sittə min şəvval xaraca min zunubihi kəyevmi vələdəthu ummuh. Kim deyir, Ramazan orucunu tutar, sonra buna Şəvvaldan da 6 gün oruç əlavə eləyərsə, anasından doğulduğu gün kimi təmiz çıxar. Yəni günahlarından. Ramazanı tutar, 6 gündə Şəvvaldan oruç tutar, sonra deyir, anasından doğulduğu kimi təmizlənər. Bütün günahlardan. Zinadır, oğurluqdur, içki içməkdir, adam öldürməkdir və s. Bunlar böyük günahlardır. Böyük günahlardan çəkindirildiyi təqdirdə, bax, kiçik günahları belə əməllər təmizləyir. Ayrıca Ramazan orucu haqqında deyirdi Peyğəmbər sallallahu əleyhi və səlləm: "Mən samə Ramazana imanan və ihtisaban, ğufira lehu ma taqaddama min zənbi." Kim Ramazanı imanla və savabını, əcrini Allahdan umaraq oruç tutarsa, onun keçmiş günahları bağışlanır. Yəni kiçik günahlar. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, kim Ramazanı tutar, sonra 6 gündə Şəvvaldan tutarsa, bu onun üçün bir il kimi olar. Niyə görə belədir? Bax, yaxşı əməlləri Allah azza və cəllə ən az 10 dəfə artıq mükafatını verir. Ən az 10 dəfə. Ayədə Allah azza və cəllə buyurur ki: "Mən cəə bil həsənəti fələhu əşru əmsəlihə." Kim deyir, bir yaxşı əməllə gələrsə, ona bunun 10 qat əcri var. 10 qat artıq buna əcr var onun üçün. Ən'am surəsi 160-cı ayə. Kim yaxşı bir əməllə gələrsə, ona 10 qat artıq nə var? Əcr var. Amma kim pis bir əməllə gələrsə, ona mislində var. Bir pis əmələ bir günah. Amma bir yaxşı əmələ 10 savab, 10 qat artıq. Deməli, Ramazan da yaxşı əməllərdən olduğu üçün bir ayın orucu 10 ay kimi hesablanır. Artıq, 10 qat artıq. Düzdür? Neçə elədi? 10 ay. 2 ay qaldı. 2 ayda da Şəvvaldan tutduğun 6 gün oruc 60 gün hesablanır, 10 qat artıq. O da 2 ay. İkisini bir yerdə tutanda eləyir 1 il. Və artıq sən bütün günü oruç tutmuş kimi olursan. Elə bir ki, bir ilin bütün günlərini sən oruç tutmuşsan. Hər gün oruçsan.
Və hər gün orucun savabına bax. Hər gün oruç tutan adama günah qalar? Qalmaz. Ona görə deyir ki, kim Ramazanı tutar, sonra 6 gün ondan sonra oruç tutarsa, anasından doğulduğu kimi təmiz çıxar.